Ümumi fikrimi paylaşacağam. Düzdür, bu videonu tərtibdən falan sonra çəkirəm. Çünki həqiqətən vaxt olmadı. Heç bir videonu falan çəkməyə, editə hazırdır. Sadəcə bunun əvvəlin əlavə eləmək lazımdır. Bir də sonuna bəzi öz təcrübələrim necə keçdi, nə oldu, ümumi danışıb əlavə edəcəm. İlk öncə deyim ki, mənim üçün həm çətin, həm maraqlı bir dönəm oldu. Çünki Kod Akademiyadan əlavə mən həm də IELTS-ə hazırlaşırdım. IELTS haqqında da videomu izləmək üçün bundan əvvəlki videoya keçid edib izləyə bilərsiniz, baxa bilərsiniz. Bundan əlavə deyə bilərəm ki, Kod Akademi universitetdən də maraqlıdır. Yəni, əgər sizin oxuduğunuz universitetdə varsa, heç düşünmədən, yəni gedib oxuyun. Heç düşünmədən. Hətta hədəfiniz proqramlaşdırma və sair IT falanca mütləq oxumağa dəyər. Birincisi təqaüdlüdür. İkincisi çox yaxşıdır. Yəni başqa ikincisi deyəndə ən yaxşı məncə ən yaxşı səbəblərdən biri təqaüd olmasıdır zaten. Bir şey ki, kursa gedib ayda 1000-2000 verməkdənsə, gəlib universitetə təqaüdlə ora qəbul olub oxuyursansa, yəni nəyi pis ola bilər ki, nə itirə bilərsən ki? Yəni başqa çox yaxşı həqiqətən dostluqlar qazandıq orada. Çox yaxşı anılarımız, xatirələrimiz oldu. Mənim sahəm hansı idi? Mən proqramlaşdırma sahəsi üzrə getdim. Niyə görə? Gələcəkdəki karyeramda fikirləşib ona uyğun hərəkət elədim. Bəs əsl ixtisasım nədir? Əsl ixtisasım isə riyaziyyat müəllimliyi idi. Və nə üçün, nəyə görə lazım olacaq soruşsanız, birincisi mən hər şeyə öyrənməyə çox maraqlı insanam. Yəni hər şeyi öyrənməyi sevirəm və hər şeydən başım çıxsın istəyirəm. Bu öz qüramımdır. İkincisi isə gələcəkdəki karyeramı mühəndisi olaraq davam etdirmək istəyirəm. O səbəbdən öyrənməyi özümə borc bildim. Və həmçinin üstünlükdir. Bir riyaziyyat müəllimi olaraq da məncə gələcəkdə fərqli projelər, fərqli bir şeylər, yəni digər insanlardan fərqlənmək bir şeylər əldə edə bilərsən, deyə bilərəm. Başqa olaraq ümumi əlavə edəcəyim şeylərdən biri ola bilər ki, 3 ay müddətində çox şey öyrətdi mənə. Düzdür, yuxusuz gecələr oldu. Bəzən heç yemək yemədiyim gecələr oldu. Bəlkə günlər oldu daha doğrusu. Yəni abartmış görsənə bilərəm, amma abartmıram. Həqiqətən belə oldu. Amma əgər 4-cü kursdursa, bax mənim yaşadıqlarımın eynisini yaşayasınız. Əgər ümumiyyətlə əlavə fəaliyyətləriniz də varsa, ümumiyyətlə yaşayasınız. Məqsədim odur ki, 3-cü kursdan davam edəm. 3-cü kursdan çünki qəbul başlayır, 3-cü kursdan davam edəm. Çünki 4-cü kursa gələndə praktika işləri, diplom işləri və sair digər üst-üstə gələndə artıq yorucu olur və zövq ala bilmirsən. Elədiyin şeydən zövq ala bilmirsən. Hətta məndə ixtisasım riyaziyyat müəllimliyi idi deyə heç bir fəndən azad olmamışdım. Sadəcə 2 fəndən azad olmuşdum və üstünə əlavə bu daha yorucu gəlirdi mənə. Sumqayıt Dövlət Universitetinin son məzunları olmaq ayrı bir hissdir həqiqətən. Çünki artıq Sumqayıt Dövlət Universitetində Kod Akademiya fəaliyyətini dayandırır və bu il son idi. Çox şanslıyam, həqiqətən çox şanslıyam ki, ora məzun ola bildim, bitirə bildim, diplom ala bildim. Çünki mən 3-cü kursa qəbul vermişdim. O vaxtda qəbul olmuşdum, amma yeni kurslar səbəbindən artıq gedə bilməmişdim. Bu davam etdirə bilməmişdim. Bu səfər dedim ki, yox, olmaz Əli, davam eləməliyəm. Belə. Yəni bu qədər. Çox uzatmayacağam sözdə. Zaten videoda ortalarında da gördüyünüz kimi görəsiniz daha doğrusu. Çünki bunu girişə qoyacağam. Maraqlı oldu. Çox yaxşı oldu. Tövsiyə edirəm. Siz də qatılın. Amma çox yorulasınız, çox əziyyət çəkəsiniz, hətta bezəsiniz o dərəcə deyim. Amma dəyəcək. Amma həqiqətən dəyəcək. Deməli, hazırda gəldi Kod Akademiya məzun gününə deyək, diplomları almağa. Burada bəzi şəxslərinə fikirlərini alaq. Səni də xoş gördük. İkincisi də təbrik edirəm. Hayırlar oldu. Həm də universitetimizin son məzunları oluruq. İkimiz də bir yerdə. Ümumiyyətlə burada olan hər kəslə belə fikirlərin nədir? Yəni bəlkə də bu videonu başqa universitetdən izləyənlər də olacaq. Onlar da Kod Akademiyaya qatılmağı tövsiyə edirsənmi? Hansı sahə üzrə qatılmaqlarını ən çox tövsiyə edirəm? Əlbəttə tövsiyə edirəm. Sahədən əlavə sahə insana asılı bir şeydir. Hansı sahəyə maraq varsa o sahəyə getməlidir. Amma belə təcrübə olaraq çox maraqlı təcrübə oldu. Həm yeni dostluqlar, yeni əlaqələr qazanmış olduq, həm də çox dəyərli bir dostumuz da yanımızda durub hal-hazırda. Sağ olun. Belə, yəni qoşulmağa mütləq ki, yəni lazımdır. Sənə də təşəkkür edirəm. Sənə də uğurlar diləyirəm. Elton müəllim, hayırlı olaraq fikriniz nədir? Həqiqət, ümumiyyətlə Kod Akademiya haqqında fikrin nədir? Kod Akademiya gözəl bir dostluqlar, gözəl bir təcrübə olaraq
çatdı, başa çatdı. Burada deyə bilərəm ki, əzmlə çalışmaq, çox çalışmaqla istədiyimiz hər yerə nail ola bilərik. Neçə gün yaşadın burada oxuyarkən? Ümumiyyətlə nə qazandın? Yəni rahat bir şey oldu mu? Çətin bir şey oldu mu? Onu öyrəndim ki, bütün çox önəmli bir şeydir. Yəni vaxtımın çox hissəsini istədiyim işə ayırmağa çalışıram. Asudə vaxtları, boş vaxtları az eləməlisən, amma eləməlisən. Çünki onlarsız alınmır. Hal-hazırda Sumqayıt Dövlət Universitetində Kod Akademiyada doğru bitdilər. Çünki biz son məzunlarıyıq. Bəlkə də bu video başqa universitetdən baxan məzunlar da, daha doğrusu baxmaq istəyənlər də olur. Onlara nə tövsiyə edirsən? Qatılmalarını mütləq tövsiyə edirəm. Qatılsınlar və Başqa, bəs yəni əldə eləmək üçün nələri çalışmalılar, nələrdən vaz keçməlidirlər belə deyək. çox istirahət olur, yatmaq, boş vaxt keçirməkdən, daha çox çalışmalı, daha çox belə kod yazmalıdırlar ki, yəni istədikləri uğurla nail ola bilsinlər. Təşəkkür. Sağ olun. Sən də uğurlar diliyorum. Kutlamak üzere burada bulunuyoruz. Önce ben Sumqayıt Devlet Üniversitesi'nde Hal-hazırda diplom vermə mərasimi başladı. Sırayla Hayonur, Honor, sonra Adilər haqqında. Biz də Adilər deyil. Ali qışqır çağıracaq ha. Mən oxuyamayıblar ona görə. Ali Mehir Alizan. Sən Simon. Bundan əvvəldə də göründüyü kimi biraz geç çağırıldım, unutulmuşdum ya nə bilmədim. Üstünə bir də soyadımın səhv demələri, Əli Mehrizadə demələri, Əli Fatihzadə demələri. Yəni yanlışla oxuya bilərsən də, amma soyadımı birbaşa bütöv dəyişmək bilmirəm. Onun həyəcanı falan, amma təqdim etmək həqiqətən çox yaxşı oldu, maraqlı idi. Diplomu aldıq və düşədə eləyə belə göstərim. Əli Məsir Əyzanı. Arxada da var belə. Hüseyin müəllim, nə fikirləşirsiniz kod haqqında? Necə bir duyğu idi kodu bilmək? Buna. Kod Akademi haqqında fikirləriniz nədir? Ümumiyyətlə sizin kürdündə. Bunu almışsınız bu. Aha. Onları tanıtma edirəm. Lakin startı. Boş. Sən fikir nədir? Nizaf müəllim. Sən fikirəm Sən fikirsən başqa. Gördüyünüz kimi məzun gün də belə bitdi. Maraqlı dostluqlar, maraqlı ətraf mühit, maraqlı anılar həqiqətən qazandıq. Videonun əvvəlində də dediyim kimi nələr qazandığımızı təkrar eləməyəcəm. Zaten orada da bol-bol danışdım. Bu qədər. Gələn videolarda görüşmək diləyilə. Özünüzə yaxşı baxın.